Önemli olan normalda sıravi insanların xətalarını örtmək, günahlarını örtmək lazımdır. Müslümanın Müslüman üzərində olan, gərəkli olan işlərindəndir müsəlmanın eybini açmamaq. Xüsusən bir adam elm tələbəsidirsə, xüsusən bir adam insanları Allaha tərəf dəvət edirsə, belə insanların günahlarının üzərini örtmək, belə insanların eyblərinin üzərini örtmək, bu daha da gərəkli olan işlərdəndir ki, çünki sən sıravi bir müsəlmanın eybini açdığın zaman onun şəxsinə zərər vurmuş olursan. Amma bir elm tələbəsinin, bir dəvətçinin, bir alimin xətasından, günahından, eybindən danışdığın zaman onun şəxsinə zərər vurmaqla bərabər onun dəvətinə də, yəni onun dəvəti, onun şəxsi bir dəvəti yoxdur. Tövhid dəvət edir, əhl-i sünnətə dəvət edir, xeyrə insanları çağırır, həmin o çağırmış olduğu dəvətə də bərabərində zərər vurmuş olursan. Ona görə hətta sələflərdən birisi sədəqə verir və sonra deyir ki, ya Rabbi, səndən yalvarıram ki, ya Rabbi deyir, mənim şeyximin xətalarını mənə göstərmə, ya Rabbi. Təsəvvür edin, subhanallah, indi insanlar nə qədər fərqlidirlər. Deyir ki, şeyximin xətalarını mənə göstərmə, ya Rabbi. Yəni, onun eyblərini, onun günahlarını və s. görmək istəmir və bunun üçün Allaha dua edir. İndi bıraq görmək istəməməyi, insanlar hilə qururlar ki, o danışan insanın öndə olan insanı necə təliyə salaq ki, o günah eləsin. Necə onu xətaya salaq ki, o xəta eləsin. Biz də onu götürək insanlar arasında ifşa eləyək. Həqiqətən də arada böyük bir uçurum var. Belə insanlar qəlbi xəstə olan insanlardır. Allah hər birimizi islah etsin. Hər bir elm tələbəsini, alimi, müsəlmanların hamısını Allah Azza və Cəllə əff etsin. Şübhəsiz ki, Allah təvvab olan, günahları bağışlayan bir Allahdır. Allahümme əmin.